2 yumurtanın sarısı, 3 yemək qaşığı nişasta, 3 yemək qaşığı un, 1 paket vanil, 1 stəkan şeker. Karıştırırıq. 800 gram süt. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Pişməyə qoymamışdan əvvəl südümüzün içində unumuzu həll edirik, sonra qaz sobasında bişiririk. Başqa qaba əlavə edirik ki, tez soysun. Üzərini salatlarını örtürük və soymağa qoyuruq. İlk istiliyi çıxdıqdan sonra üzərinə 1 paket krem şanti əlavə edirik. Mən çiyələkli əlavə etdim. Siz hər hansı bir şantidən istifadə edə bilərsiniz. İlk öncə peçenyelərimizi suda batırırıq. Kanalımızın inkişafı için abone olup dostlarınızla, yakınlarınızla bölüşmeyi unutmayın. Peçenyenin üzerine kremimizden əlavə edirik və yayırıq. Eyni qaydayla peçenyelerimiz bitene kadar edirik. Tortumuz 4 kat alındı ve ben 2 paket peçenyeden istifadə ettim. ...15-20 dəqiqə soyuducuya qoyuruq. Qabımızdan çıxardırıq. Üzərinə əritdiyimiz şokoladı əlavə edirik və hər tərəfinə yayırıq. Şokolatı əlavə etdikdən sonra 30 dəqiqə soyuducuda saxlayın və servis edə bilərsiniz. Asan və tez başa gələn şirniyyatlardan xəbərdar olmaq istəyirsinizsə kanalımızı yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.